Salam hörmətli müəllimlər, xoş gördük sizləri. Bizim bugünkü dərsimiz fiziki mədəniyyət məşğələsinin tədrisi metodikasıdır ki, gəlin biz əvvəlcə nümunə üçün məktəbə hazırlıq qrupu üçün nəzərdə tutulmuş fiziki mədəniyyət məşğələsinin cari planı ilə tanış olaq. Xatırladım ki, bu mövzunu, bu nümunəni bizlərə Arti təqdim etmişdir və gəlin burada bir sıra qeydlərlə və izahatlarla tanış olaq. Birinci olaraq onu qeyd etmək istəyirəm ki, burada bizə nümunə üçün standart qeyd olunub. 1.1.2 yerində uzundan müxtəlif istiqamətlərə doğru ip üzərindən tullanır. Mövzu isə cəngəllikdə bir gündür. Məqsədimiz isə yerində 2 ayağı üstündə hoppanır. Yerində bir ayağı üstündə hoppanır. Təbii ki, iplə hoppanaraq maneələri keçir, qaydalara riayət edir, sırasını gözləyir. Gəlin görək burada necə yazılmalıdır, bunlarla tanış olaq. Deməli müəllimlər, birinci olaraq qeyd olunub ki, bizim bu standartımızı reallaşdırmaq üçün, yəni standartımızdan çıxarılmış məqsədimizdə yayınmamaq üçün bir təlimin nəticəsini, yəni alt standarta əsas götürmək lazımdır. Digərlərindən isə inteqrasiya üçün istifadə etmək tövsiyə olunur. Bu nə deməkdir? Bu o deməkdir ki, biz planımızı yazarkən bəzən olur ki, məsələn, 2 standart yazılır. Amma Arti tərəfindən bizə təqdim olunan bu nümunədə qeyd olunur ki, daha doğrusu tövsiyə olunur ki, bir standart yazsaq daha doğru olar və həmin, belə deyək, bu standartla əlaqələndirmək istədiyimiz məsələləri isə inteqrasiya bölməsində qeyd edək. Daha sonra mövzumuzda nə deyilir? Cəngəllikdə bir gün. Qeyd olaraq bildirilib ki, mövzunun qrupdakı uşaqların maraq və ehtiyaclarını nəzərə almaqla seçin. Yəni ki, biz burada birincisi uşaqların maraqlarını, ehtiyaclarını nəzərə almalıyıq. Yaxud da ola bilər ki, biz bu məşğələdən əvvəl uşaqlarla belə deyək, söhbət də apara bilərik ki, məsələn, növbəti məşğələmizin mövzusu nə barədə olsun. Yəni, uşağın maraqlarını və ehtiyaclarını biz nəzərə almalıyıq. Məqsədimizdə nə qeyd olunub? Məqsədimizdə də 2 ayaq üstündə hoppanır, yerində bir ayaq üstündə hoppanır, iplə hoppanaraq maneələri keçir, qaydalara riayət edir. Burada isə qeyd olunub ki, seçilmiş standarta çatmaq üçün müəllim uşaqlara verilən tapşırıqları, addımları müəyyənləşdirir. Yəni ki, məsələn, bizim son nəticəmiz odur ki, uşaq iplə hoppanaraq maneələri keçməlidir, qaydalara riayət etməlidir. Bundan ötürü biz bu məqsədə sadədən mürəkkəbə doğru addımlamalıyıq. Yəni, addımlarımızı yavaş-yavaş qeyd etməliyik, ardıcıl şəkildə. Yəni, ən sadə hərəkət nədir? 2 ayağı üstündə hoppanmaq, daha sonra bir ayağı üstündə hoppanmaq, daha sonra iplə hoppana maneələri deməli keçməkdir. Burada qeyd olunur ki, bəzən məqsəd nümunələri yanlış qeyd olunur. Bizə doğru məqsəd nümunələri qeyd olunur. Gəlin bunlarla da tanış olaq. Qeyd olunur ki, hərəki fəallıq nümayiş etdirir, sərbəst hərəkətlər göstərir, maneələrdən çəkinmir, qaydalarla tanışdır. Müəllimlər, fikir verirsinizsə, burada ümumi məsələlərdir, yəni spesifikliyə əməl edilməyib. Yəni, burada belə deyək, hərəkətlər xüsusi olaraq qeyd edilməyib, ümumi formada bizlərə çatdırılıb. Amma doğru yazılış gəlin görək necə olmalıdır? Yerində 2 ayağı üstündə hoppanır. Artıq mən hərəki fəallığın nədən ibarət olduğunu biləcəm. Sərbəst hərəkətlər göstərir. Yerində bir ayağı üstündə hoppanır. Bəli, artıq bu uşaq bu hərəkəti yerinə yetirirsə, sərbəst hərəkətlər göstərmiş olur. Maneələrdən çəkinmir. Hansı maneələr? Yəni, ümumi bir anlayışdır. Ona görə də açıqlasaq, daha açıq qeyd etsək, iplə hoppanaraq maneələri keçir. Qaydalarla tanışdır, yəni qaydalara əməl edir, sırasını gözləyir, özünə aid olan oyun aksesuarlarından istifadə edir, yəni resurslardan istifadə edir və əşyaları sonda yerinə qoyur. Qaydalar dedikdə, yəni bunlar nəzərdə tutulur. Təbii ki, bu qaydalar da deməli, əvvəlcədən uşaqlara öyrədilir ki, hər bir məşğələdə də uşaqlar həmin o qaydalara riayət edirlər.
Yəni buradan biz ümumi nəticə olaraq çıxarırıq ki, təlim məqsədini ümumi sözlərlə yazmaq yanlışdır. Yəni testlərdə də sizin qarşınıza çıxsa, əgər görsəz ki, məqsəd nümunəsi olaraq verilən cümlədə ümumi sözlərdən istifadə edilib, yəni spesifiklik, hərəkətin izahı verilməyib, o zaman biz bu variantı yanlış götürəcəyik. Çünki bu zaman müəllim seçdiyi alt standartı necə reallaşdıracağını dəqiq bilməyəcək. Yəni ardıcıllıq olmalıdır. Müəllim bilməlidir ki, bu ardıcıllığa çatmaq lazımdır. Əgər tərbiyəçi müəllim standarta nə dərəcədə yaxınlaşdığını görmürsə, o zaman uşaqların inkişafını da izləyə bilməyəcək. Yəni müəllim məqsədə uşaqların fəaliyyətini addım-addım göstərməklə onların inkişaf dinamikasını müəyyən etməyə nail olacaq. Məqsəddə fəaliyyət növü asandan çətinə doğru yazılır. Bayaq da qeyd etdik. Sadə hərəkətlərdən çətinləşdirə gedirik. Bu səbəbdən də uşaqların əvvəlcə cüt, sonra isə tək ayaqla iplə hoppanması, daha sonra isə iplə hoppanaraq 3-4 maniyədən keçməsi artıq bizim məqsədimizə çatmağımızı göstərir. Daha sonra keçirik inteqrasiya bölməsinə. İnteqrasiya bölməsində isə bizdə yazılıb ki, 2.1.3 ətraf aləmdə baş verən hadisələr, iqlim, heyvanlar haqqında ilkin təsəvvürləri təsvir edir. 4.2.2 isə bizim ikinci inteqrasiyamızdır ki, fəaliyyətini qrupun qaydalarına uyğun tənzimləyir. Deməli, iş formamız nədir? İş formamız kollektiv, qrup, üsullarımız isə suallar və oyundur. Resurslarımız isə proyektdir. Fiziki hərəkətləri göstərən yoga kartları, uşaqların sayına görə iplər, heyvan maskaları, müxtəlif meyvələr, start və finish üçün fit, dairə və 2 barmaq. Gəlin fiziki mədəniyyət məşğələsinin belə deyək, hissələrinin xüsusiyyətləri ilə tanış olaq. Biz bilirik ki, fiziki mədəniyyət məşğələsinin mərhələləri digər məşğələlərdən adlanmasına görə bir qədər fərqlənir. Amma belə götürsək, mahiyyət etibarilə, yəni belə deyək də, hazırlayıcı mərhələ aktuallaşdırma və ya motivasiya mərhələsinə uyğun gəlir. Əsas hissə dərk etmə mərhələsinə uyğun gəlir və yekun hissə isə tamamlayıcı mərhələ deyək başqa sözlə. Bu mərhələ isə deməli bizdə tətbiq etmə mərhələsini belə deyək xatırladır. Yəni bunlar adları fərqli olsa da mahiyyət etibarilə eyni məsələlərdən söhbət gedir. Hazırlayıcı mərhələdə gəlin görək nədən söhbət gedir. Bu mərhələdə təbii ki, biz uşağı məşğəliyə hazırlayırıq və uşaqların sağlamlığı üçün son dərəcə əhəmiyyətlidir bu məsələ, bu hissə. Belə ki, bu hissəyə 3-5 dəqiqə vaxt sərf olunur və bu hissədə isidici hərəkətlər uşaqları fiziki fəallığa hazırlayır və zədələnmələrin qarşısı alınır. Tərbiyəçi müəllimin işarəsi ilə uşaqlar bir-birinin ardınca dairə boyu gəzirlər. Daha sonra dairə boyu asta sürətlə qaçırlar. Uşaqlar qaçan zaman müəllim meşə mənzərəsi yaradır. Tərbiyəçi müəllim masa üzərində idman hərəkətlərini göstərən nömrələnmiş heyvan şəkilləri kartlar düzür. Burada şəkildə bir də nümayiş olunub həmin məsələlər. 6 şəkildə müəllimlər fikir verirsinizsə, burada hər bir heyvanın pozası qeyd olunub və biz bayaq da resurslar məsələsində qeyd etdik ki, burada məsələn maskalardan istifadə olunur. Uşaqlar bu hərəkətləri, bu heyvanları hərəkətlərini təsvir edərkən həmin maskalarını geyinirlər. İzah üçün onu qeyd edək ki, deməli uşaqlar arasından 6 könüllü uşaq seçilir. Həmin uşaqlar növbə ilə dairənin mərkəzinə gəlirlər, yəni bir-bir seçdiyi kartdakı hərəkəti göstərir və bütün uşaqlar da onu təkrar edirlər. Məsələn, bir uşaq, Nuray adlı uşaq kəpənək pozası olan kartı götürüb və o kartda göstərilən hərəkəti uşaqlar qarşısında kollektiv şəkildə uşaqlar təbii ki düzülür. Həmin uşaqlar qarşısında bu hərəkəti göstərir, maskasını taxır, göstərir və keçir yerinə. Daha sonra isə başqa bir uşaq gəlib, digər pozanı seçib, maskanı sifətinə taxır və həmin hərəkətləri uşaqlar göstərir, uşaqlara daha doğrusu göstərir, uşaqlar da onu təkrar eləyirlər və belə-belə, yəni bu 6 hərəkət hamısı istifadə edilir. Əgər burada deməli ehtiyac olduğu təqdirdə lazım olarsa, hər hansısa bir hərəkəti uşaqlar doğru etməzlərsə, o zaman tərbiyəçi müəllim nə edir? Yəni uşaqlara yaxınlaşaraq müəyyən düzəlişlər edir. Əks halda dairənin kənarında gəzərək, yəni nəzarət edir. Qeyd olaraq onu da bildiriblər ki, əgər
ümumi inkişaf etdirici hərəkətlərin mənimsənilməsi bizim üçün əsas məqsəd deyilsə, o zaman uşaqların əvvəlcədən bildiyi tapşırıqları veririk. Hazırlıq mərhələsində ümumi inkişaf etdirici hərəkətlər isidici hərəkətlər kimi də istifadə oluna bilər. Yəni bizim bu ümumi inkişaf etdirici hərəkətlər hazırlayıcı mərhələdə istifadə olunur və bilirsiniz ki, bizim əsas məqsədimiz bu, yəni hazırlayıcı mərhələ bizim uşaqlara, belə deyək də, uşaqları əsas mərhələyə hazırlama mərhələmizdir. Və bizim məqsədimiz də cəngəllikdə bir gündürsə, biz burada müəyyən maneələri aşacağıq və məqsədimiz məhz bundan ibarətdir. Və ümumi inkişaf etdirici hərəkətlər isə bir növ isidici xarakter daşıyır. Yəni bunlar bizim əsas məqsədimiz deyilsə, hazırlayıcı mərhələdə biz uşaqların əvvəllər öyrəndikləri hərəkətlərdən də istifadə edə bilərik isidici məqsədlərlə. Aha, bu qədər, yəni ümumi inkişaf etdirici hərəkətləri də burada qeyd olunub, yəni istəyə uyğun olaraq tanış ola bilərsiniz. Daha sonra biz əsas mərhələyə keçid edirik. Əsas mərhələdə ümumi inkişaf etdirici hərəkətlərdən fəal oyun və yarış mərhələsinə yumşaq keçid edilir. Ən dinamik oyunlar bu mərhələdədir və bizim məqsədimiz də bu mərhələdə reallaşmalıdır. Əsas hissəyə təxminən 20 dəqiqə vaxt ayrılır. İlkin vəziyyətə qayıtmış uşaqlar sürünərək qarşıdakı ipləri götürürlər. Ayağı qalxıb dairə düzəldirlər. Mərkəzdə dayanan müəllim də onlara yerində iplə tullanmağı təklif edir. İzah üçün qeyd olunub ki, bu tapşırığı bütün kollektivə verməklə müəllim uşaqların iplə tullanma bacarıqlarını müəyyənləşdirir. Burada deməli müəllim ümumi inkişaf etdirici hərəkətlərdəki obrazlardan istifadə edərək iplə tullanma bacarığı bir-birinə yaxın səviyyədə olan uşaqları seçir, qruplara bölür və daha doğrusu yarışdırır. Burada deməli izahatda qeyd olunub ki, müəllimlər burada uşaqlara ipi verib onların iplə tullanma bacarığını müəyyənləşdirməkdə məqsəd odur ki, yəni ki, biz burada uşaqların bacarığına görə qruplaşdıracağıq. Yəni uşaqları bir-bir iplə tullanma bacarığını öyrənəcəyik. Onların bacarıqları bir-birinə yaxın səviyyədə olan uşaqları seçəcəyik və onları qruplara bölüb yarışdıracağıq. Məqsədimiz budur bizim. Yəni iplə tullanma bacarığını öyrənməkdə məqsədimiz budur. İplə oyun necədir? Hər uşaq ona aid olan heyvan maskasını taxır və digər komandada da eyni obrazda olan yaşıdı ilə qarşı-qarşıya dayanır. Aha, yəni burada biz resurs olaraq maskalardan istifadə edirik. Maskalardan istifadə edərkən, yəni məsələn deyək ki, pələng və yaxud da şir maskasını taxmış bir uşaq öz bacarığı ilə, daha doğrusu eyni səviyyədə olan digər bir uşaqla yarışırsa, həmin uşaq da eyni maskanı taxacaq. Burada yəni bu deməkdir ki, bir-birləri ilə eyni səviyyədədirlər bu uşaqlar, yəni bacarıq cəhətdən. Ona görə digər komandada olan uşaq da həmin maskanı geyinərək bu uşaqlar qarşı-qarşıya dayanıb yarışırlar. Tərbiyəçi müəllim oyunun şərhini izah edir. O uşaqlara cəngəllikdə çay sahilinə gəlib çatdıqlarını söyləyir. Bu çayı aşmaq üçün adalardan keçmək lazımdır. Təbii ki, bu adalar dedikdə burada maneələr nəzərdən tutulur. İplə olan məharətimizi göstərməliyik. Əvvəlcə iplə hərəkət edərək bayrağa çatmalıyıq. Bayrağa çatmaq üçün edəcəyimiz hərəkətlər isə hansı meşə sakini olduğumuzdan asılıdır. Sonra yuxarıda asılmış meyvələri iplə düşürməyə çalışmalıyıq. Bizdə meyvələrdə deməli resurs olaraq, daha doğrusu meyvələrdə qeyd olunmuşdu. Həmin bu meyvələr də cəngəllikdə, yəni asılmışdı. Onları biz dərməliyik. Yəni uşaqlar dərməlidirlər. Bu meyvələr sizindir. Meyvələrdən sonra deməli məşğələdən sonra fasilə zamanı da biz meyvələri yeyə bilərik və yaxud dostlarımızla paylaşa bilərik. Tövsiyə üçün qeyd olunub ki, bacarıqları yaxın olan uşaqları bir-biri ilə yarışdırmaq lazımdır. Çünki uşaqların potensialına uyğun olan tapşırıqları biraz da çətinləşdirmək lazımdır. Əgər qrupumuzda ipin üstündən tullana bilməyən uşaq varsa, ona əvvəlcə ipi ayaq barmaqlarının ucuna gətirib üstündən atlamağı öyrədirik. Bu hərəkəti önə və arxaya etməyi tapşırırıq uşaqlara. İkinci bir tövsiyə, ipin üstündən çətinliklə tullanan uşaqlara cüt ayaqla iplə atlamağı öyrədirik. Bu hərəkəti önə və arxaya etməyi tapşırırıq. İpin üstündən üçüncü bir tapşırıq isə tövsiyə.
ipin üstündən cüt ayaqla tullanmağı bacaran uşaqlara isə tək, yəni sağ və sol ayaqla iplə atlamağı öyrədirik. Bu hərəkəti önə və arxaya etməyi tapşırırıq. Yəni burada tövsiyə olunan bu məsələlərdə məqsəd tərbiyəçi müəllimlərə bu tapşırıqları bacarmayan uşaqlara bu məsələləri necə öyrətmək lazım olduğunu deməli tövsiyə olaraq qeyd olunub. İplə hərəkət bitdikdən sonra uşaq sürətlə öz komandasına dönür və ipi mərkəzdə olan halqadan keçirir. Hər iki ucunu əlində saxlayaraq dayanır. Uşaqlar bunu etdikdən sonra oyun bitir. Və deməli əsas mərhələ də bitdi. Biz tamamlayıcı mərhələyə keçirik. Tamamlayıcı mərhələdə müəllimlər az hərəkətli oyunlardan istifadə olunmalıdır ki, uşaq belə deyək, əvvəlki sakit vəziyyətinə qayıtsın və uşaqda belə deyək, təngənəfəslik azalsın. Yəni burada bədəni artıq öz normal vəziyyətinə gətiririk. Günəş oyunu başlayır. Günəş oyununun təsviri də belədir ki, uşaqlar halqadakı ipini hər iki ucunu tutmaqla günəş şüalarına çevrilirlər. Onlar ipin uclarını buraxmadan halqanın ətrafında orta, sonra yavaş sürətlə qaçırlar. Qaçış hərəkətləri orta və yavaş sürətli yerişə keçir. Uşaqlar yavaş sürətlə addımlayarkən əllərini yuxarı qaldırıb dərindən nəfəs alıb verirlər. Yəni burada nəfəs alıb vermə də 4-5 dəfə təkrarlanır. İzahda da qeyd olunub ki, fiziki mədəniyyət məşğələsinin dinamikasını izləmək çox vacibdir. Çünki uşaqları birdən-birə sürətli hərəkətə keçirmək, yaxud da ki, sürətli hərəkətdən birdən-birə az belə deyək, yavaş hərəkətdə keçirmək onların sağlamlığında müəyyən çətinliklər yarada bilər. Bu cəhətdən də həm sağlamlıq, həm də uşaqların davranışını idarə etməsi baxımından biz bu hərəkətlərə dinamikanı izləməliyik, nəzarət etməliyik və uşaq passiv vəziyyətdən kəskin aktiv fəaliyyətə keçməməlidir. Əksinə çox intensiv hərəkətdən də dərhal dayanmamalıdır. Uşaq orqanizmi bütün fəaliyyət dəyişikliklərinə hazırlanmalıdır. Uşaqların tənəffüsünü bərpa olunması, fiziki hazırlığın nizamlanması məhz tamamlayıcı mərhələnin məqsədidir. Məşğələnin sonunda uşaqlar əşyaları yerinə yerləşdirməklə müəllimə kömək edirlər. Müəllim uşaqların adlarını çəkərək artıq onlarla birlikdə refleksiya edir. Burada qeyd olunub ki, uşaqlar artıq qaydalara riayət edir. Yəni burada da qeyd olunur. Və qaydalara riayət etmək artıq belə deyək, həmin sinifin müəyyən qayda prosedur gözləntilərinin möhkəmlənməsindən xəbər verir və uşaqlar artıq məşğələdə bunlardan istifadə edirsə, artıq bu uğurlu bir nəticədir, eyni zamanda da uğurlu bir qrup hesab oluna bilər. Və burada refleksiv sual nümunələri təqdim olunub. Refleksiya o deməkdir ki, müəllimlər, ümumiyyətlə refleksiya həm uşaqlar üçün, eyni zamanda tərbiyəçi müəllimlər üçün bir növ özünü yoxlama, nələr öyrəndi, nə etdi, bir növ özünü analiz etmək kimi nəzərdə tutulur. Məsələn, uşaqlara sual verilə bilər, bir məsələn, ad çəkilə bilər ki, məsələn, bugün ilk dəfə nəyə cəhd etdin? Bunu necə bacardın? Tapşırıqlardan daha hansını etmək istəyərdin? Nəyə görə etmədin? Səncə nə etsəydin tapşırığı yerinə yetirə bilərdin? Və sonda da uşaqlar alqışlanır, özlərini alqışlayırlar və ya daha sonra bir-birimizi alqışlayırıq. Yəni bu refleksiv nümunələr çox önəmlidir ki, uşaqlar bugünkü nəticənin nədən ibarət olduğunu anlasınlar. Yəni bugün belə deyək də nə öyrəndilər, onu bilməlidirlər uşaqlar. Biz onlara dərk etdirməliyik bunları. Dəyərləndirmə gəlir ki, burada dəyərləndirmə də inkişafın izlənilməsi cədvəli vasitəsilə aparılır. Məsələn, nümunə üçün burada biz məqsədimizi qeyd edirik, məqsədimizdə yazılan addımları qeyd edirik və burada hər bir uşağın da adı qeyd olunur. Necə qeyd olunur müəllimlər? Gəlin buna bir qədər nəzər salaq. Məsələn, bir uşaq əgər bir ayağı üstündə hoppanırsa, biz onun adını həmin o belə deyək hissəyə qeyd edəcəyik. Məsələn, yəni ki, yerində bir ayağı üstündə hoppanırsa, artıq bu uşaq iki ayağı üstündə də özünün əvvəlki, yəni asan, belə deyək, maneəni, asan artıq məqsədi keçmiş olur. Daha sonra qaydalara riayət edir. Qaydalara riayət edir deyirsə, məsələn, sonuncu bölmə olaraq, sonuncu məqsəd olaraq,
Biz məsələn Əli adlı uşağın adını qaydalara riayət edir bölməsinə yazırıqsa, bu o deməkdir ki, yəni bu uşaq özündən əvvəlki artıq məqsədləri yerinə yetirib. Yəni hansı uşaq hansı məqsədə qədər çatıbsa, biz sonuncu məqsədin qarşısına yazacağıq həmin uşağın adını. Və fərdi nailiyyətlərin izlənməsi üçündür bu cədvəl. Uşağın nailiyyətini göstərən vacib məqamları tam əhatə etmək üçün inkişafın izlənilməsi cədvəlinin qeyd hissəsində də istifadə etmək və uşağın foto şəklini çəkib portfolyoya qoymaq olar. Nəticədə belə qərara gəlinir ki, beləliklə fiziki mədəniyyət məşğələsinin əsas məqsədi uşaqların bədən əzələlərini, böyük motorika, hərəkə hazırlıqlarının, hərəkə bacarıqlarının inkişafıdır. Və bu məşğələ vəhşi heyvanlar haqqında məlumat verməyə və yaxud da ki, təkcüd anlayışların izahına həsr olunmur. Düzdür, biz burada inteqrasiya olaraq istifadə etdik müəyyən heyvan hərəkətləri, heyvan pozalarından və yaxud da ki, maskalardan, amma burada məqsəd, yəni onlardan istifadə etməkdə məqsədimiz bizim, yəni buraya bir rəng qatmaq, əyləncə qatmaqdan ibarətdir. Digər məşğələlərdən əldə olunan nəzəri biliklər burada fəaliyyət üçün istifadə olunur. Oyun fəaliyyəti olaraq, tapşırıq fəaliyyəti olaraq, məsələn, bunları motivasiya üçün hazırlayıcı mərhələdə və yaxud da ki, tamamlayıcı mərhələdə istifadə etmək olar. Nəticədə uşaqların bilikləri dolayı yolla təkrarlanır və möhkəmlənir. Deməli, nümunəmiz müəllimlər bu qədər. Mən indi istəyirəm ki, fiziki mədəniyyət məşğələsinin tədrisi zamanı biz hansı, yəni fiziki hərəkətləri uşaqlara öyrədərkən hansı forma və metodlardan istifadə etməliyik? Gəlin bunlara da nəzər salaq. Deməli, ilkin olaraq biz məşğələnin təşkilində aşağıdakı formalardan istifadə etməliyik. Frontal, qruplarla fərdi. Bəzi ədəbiyyatlarda konveyer iş üsulundan da istifadə olunur, yəni göstərilir bu. Konveyer iş üsulu o deməkdir ki, uşaqlar bir-birinin ardınca gələrək müəyyən maneələri aşırlar. Məsələn, belə deyək, öz balans və ya koordinasiyasını qoruyaraq, müvazənətini saxlayaraq skamya üzərindən yavaş-yavaş bir-birinin ardınca keçib gedirlər. Və yaxud da ki, müəyyən maneəni iplə hoppanaraq, müəyyən maneələri keçə-keçə bir-birinin ardınca gəlir bu uşaqlar və keçib, belə deyək, öz işini bitirdikdən sonra keçib oturur sıradakı yerində. Yəni bunlar bir-birinin ardınca baş verir. Frontal iş formasında tərbiyəçi uşaqlarla daimi qarşılıqlı əlaqədə olur və burada uşaqların fiziki hərəkətlərinin yerinə yetirilməsi üçün yaxşı şəraitin yaradılması təmin olunur ki, uşaqlar diqqət mərkəzində saxlanılaraq müəyyən vərdişlərin verilməsi və tərbiyə problemlərinin həlli həyata keçirilir və burada uşaqların hamısına eyni hərəkətlər təklif olunur. Hərəkətlər verilmiş müddət ərzində yerinə yetirir. Yəni bir növ burada uşaqlar kollektiv şəkildə iş görürlər. Və daha sonra yeni hərəkətlərin öyrənilməsi və əvvəlkilərin möhkəmləndirilməsi zamanı bu iş formasının tətbiqi məqsədə uyğun hesab olunur. Və frontal iş formasının tətbiqinin nəticəsi olaraq da burada uşaqların hərəkətləri möhkəmlənir, fiziki keyfiyyətlərinin inkişafı üçün şərait yaradılır və kollektiv şəkildə yerinə yetirilməsi vərdişləri də uşaqlarda yaradılır. Yəni bu frontal iş forması vasitəsilə. Fərdi iş formasında isə hər bir uşaq ayrı-ayrılıqda tərbiyəçinin nəzarəti ilə ona verilən tapşırıqları yerinə yetirir və bu iş formasında uşaqlar fiziki hərəkətləri yerinə yetirərək tərbiyəçinin yerinə yetirirlər və bu zaman tərbiyəçi tapşırığın keyfiyyətinə nəzarət edir və uşağa lazımi göstərişlər verir. Digər iş forması olan qruplarla iş formasında isə burada uşaqlar qruplara bölünürlər və tərbiyəçinin rəhbərliyi altında hərəkətlərin təkrar edilməsinə cəhdlər edilir. Bu zaman hər bir qrup üzvlərinə hər hansı bir yeni bir hərəkətin öyrədilməsi, digər qrup üzvlərinə isə əvvəllər öyrədilmiş hərəkətlərin təkrar olunması üçün şərait yaradılır. Məsələn, bir qrupun üzvlərinə topu hədəfə atmaq tapşırılır, digər qrup üzvlərinə isə gimnastika skamyası üzərində gəzmək tapşırılır. Başqa bir qrupa isə halqanın içindən keçmək tapşırılır. Yəni ki, tutaq ki, 4 qrupa ayrılıbsa uşaqlar, hər bir qrupa ayrı-ayrı tapşırıqlar verilib. Lakin bu tapşırıqlar daha sonra qruplar arasında yeri dəyişdirilir. Məsələn, halqanın içindən keçən bayaqları, halqa içindən keçən uşaqlara isə artıq indi gimnastika skamyası üzərindən hərəkət etmək tapşırılır.
Yəni 4 dəfə yer dəyişmə baş verir bu tapşırıqların icrası zamanı. Və qrupların hər birinə lider təyin olunur ki, o da hərəkətlərin düzgün yerinə yetirilməsinə nəzarət edə bilsin. Bəzi tapşırıqların yerinə yetirilməsi üçün uşaqlar 2 yarım qrupa bölünürlər. Bir qrup üzvləri topu özündən 1 metr uzağa atmalıdır ki, top zalın o tərəfindən olan digər yarım qrupa tərəf sıçramış olsun, yəni çatsın. Beləcə növbə ilə topu yerə vurmaqla yarım qrupların üzvləri tapşırığı yerinə yetirmiş olurlar. Gəlin indi isə fiziki mədəniyyət məşğələsində istifadə olunan metodlardan danışaq. Birinci olaraq burada hərəkətlərin izah edilməsi və göstərilməsi qeyd olunub, daha sonra hərəkətlərin təkrar olunması, üçüncüsü konkret tapşırıqlar yolu ilə hərəkətlərin öyrədilməsi və ən nəhayət hərəkətlərin möhkəmləndirilməsi. Hərəkətlərin icrasının düzgün mənimsənilməsi üçün onları uşaqlara göstərmək, eyni zamanda izah etmək lazımdır. Əgər göstərişlər izahatla müşahidə olunmazsa, nöqsanlar aşkara çıxacaq. İzahat ilə göstəriş birlikdə aparıldıqda uşaqlar həm hərəkəti görürlər, həm də onun haqqında təsəvvürlər əldə edirlər. İzahat aydın və konkret şəkildə verilməlidir və məsələn uşağa deyirsən ki, topu tut, topu diyirlə, topban başa düşməyə bilər. O cəhətdən də biz onu diyirlət necə diyirlədirlər, onu göstərməliyik, eyni zamanda da sözlə ifadə etməliyik. Və hərəkətlərin təbii ki, göstərilməsi çox vacibdir. Hərəkətlərin təkrarı yolu ilə də uşaqların hərəkətlərin öyrədilməsində vacib olan məqam kimi qeyd edə bilərik bunu və yəni ki, hərəkətlər təkrar olunduqca əslində möhkəmlənir, öyrənirlər uşaqlar. Konkret tapşırıq yolu ilə hərəkətlərin öyrədilməsi də hərəkətlərin mənimsənilməsi üçün praktik yollardan biridir ki, burada bu tapşırıqlar əşyalardan istifadə yolu ilə yerinə yetirilir. Yəni burada resurslarımızdan istifadə edəcəyik. Məsələn, bayrağı uşaq götürüb digər bir komanda yoldaşına aparır. Məktəbəqədər yaşlı uşaqlarda kiçik motor bacarıqlarının inkişaf etdirilməsi, eyni zamanda da biz burada böyük motor bacarıqlarının inkişaf etdirilməsi ilə tanış olacağıq. Deməli, müəllimlər, biz burada həm metodlarla tanış olduq, həm formalarla tanış olduq və bizdə qeyd olunur ki, suallarımızda müəyyən fiziki mədəniyyət məşğələlərində həmçinin kiçik motor bacarıqları, eyni zamanda böyük motor bacarıqları da inkişaf etdirilməlidir. Kiçik motor bacarığı ümumiyyətlə desək ki, uşaqların beyninin inkişafı, eyni zamanda uşaqların belə deyək, düşüncə tərzinin formalaşması məhz kiçik motor bacarıqlarından asılıdır. Uşağın zehni deyirlər ki, barmaqlarının uclarında yerləşir və barmaqlar və əlin kiçik motor bacarıqları inkişaf etdirməklə bütün psixi prosesləri, məsələn, qavrayışdır, təfəkkürdür, yaddaşdır, diqqətdir, nitqdir, inkişaf edir. Yəni uşaq nəyisə görərkən ona toxunub onu hiss eləməyə, daha dəqiq öyrənməyə çalışır. O zaman biz ona şərait yaratmalıyıq ki, toxunsun, barmaq uclarını istifadə etsin bu işdə daha yaxşı dərk etmək üçün. Yəni hər bir işdə də tarazlıq və ardıcıllıq gözlənilməlidir. Kiçik motor bacarıqları yalnız böyük motor bacarıqları inkişaf etdikdə daha yaxşı inkişaf etmiş olur və bütün məşğələlər oyun şəklində həyata keçirilir. Burada mühüm bir qayda yadda saxlanılmalıdır ki, bütün hərəkətlər hər iki əl, əvvəl sağ, daha sonra isə sol əllə həyata keçirilir. Deməli, kiçik motor bacarıqlarını inkişaf etdirmək üçün bir sıra bizlərə oyunlar, belə deyək, vasitələr, yollar təqdim olunur ki, məsələn, burada iplə oyunlardır, ip və ya telə muncuqların düzülməsidir, gildən yapmadır, mozaika və xırda konstruktorlarla oyunlardır, suyun fincandan başqa fincana və ya çaydandan fincana əlavə edilməsidir, su bir qabdan digərinə bir dəfəli şipris və yaxud da ki, süngər vasitəsilə əlavə edilməsidir. Kiçik yaşlı uşaqlara bir qədər daha sadə tapşırıqlar verilir. Böyük yaşlı uşaqlara isə bir qədər mürəkkəb tapşırıqlar verilir, yəni yaşa uyğun. Boşqabda manna və ya qarabaşaq yarmalarını qarışdırmaqdır. Əl hərəkətlərinin koordinasiyasının inkişafı üçün məsələn müəyyən tapşırıqlar var ki, tapşırıqlar nişan qoyulmuş xətlərə görə salfetlərin qatlanmasıdır. Bir yerdə viskoz və ya yun iplər asılır, uşağa müxtəlif hörük növlərini hörmək öyrədilir. Dayaz bir qaba su əlavə edilir və tennis topları qoyulur. Bu tapşırıqdır. Süngər xırda doğranaraq deməli boşqaba yığılmalı, yanında da başqa bir boşqabın qoyulması lazım olur.
Daha sonra plastik qab və yaxud da ki, kiçik qutunun kənarlarında adi paltar sancaqları yerləşdirilir və onları kənara götürülməli və yenidən qoyulmalıdır. Bu kimi tapşırıqlar, yəni kiçik motor bacarıqlarının inkişaf etdirilməsinə şərait yaradır ki, burada barmaq uclarından istifadə olunur, yəni. Və deyərdim ki, kiçik motor bacarıqlarının inkişaf etdirilməsi üçün daha əlverişli mühit təsviri fəaliyyət güşəsinin olmasıdır ki, yəni burada uşaqların həqiqətən də kiçik motor bacarıqlarının inkişafı üçün daha geniş şərait yaradılır. Məsələn, təsviri fəaliyyət güşəsində gildir, rəngli plastilindir, matryoşkalardır, konstruktorlardır, kəsib yapışdırmaq üçün rəngli kağızdır, qayçıdır, yapışqandır, rəngli qələmlərdir, rəngli qum qələmləridir ki, yəni bu resurslar uşaqlar istifadə etməklə bu resurslardan onlarda kiçik motorika sürətli inkişaf etmiş olur. Daha sonra əgər uşaqlar belə deyək, real iş belə deyək ki, təkliflərinə daha çox meylli olurlarsa, məsələn, bu sadaladıqlarımız inkişaf etdirici vasitələr hesab olunur və inkişaf etdirici vasitələri əgər uşaq qəbul etmir, maraqlanmırsa, onlara real iş təklif etmək lazımdır. Yəni bəzən də olur ki, uşaqlar özləri üçün daha böyük hiss edərək özlərinə daha ciddi işlər təklif olunmasını tələb edirlər. Bundan ötürü məsələn bişmiş tərəvəzlərin qabığını soymaq, bişmiş yumurtanın qabığını soymaq, naringinin qabığını soymaq, yerə səpələnmiş əşyaların toplanmasına yardım etmək. Yəni bütün bunlar belə deyək də real işlər hesab olunur. Xəmirdən şirniyyat bişirməsinə yardım etmək, qapı və ya poç qutusunu açmaq, ayaqqabısını geyinmək və geyinməyə cəhd etmək, ayaqqabıları çıxartmaq və geyimləri soyunmaq. Yəni bu geyimlərə belə deyək də özlərini geyinməsinə müəyyən köməklər etməklə onlara öyrətmək olar. Saplar və ya iplərin yumaq formasına salınmasına kömək etmək, paltarı sərməyə kömək etmək, müxtəlif qabları, qapaqlarını, su qablarıdır, vannadır, diş pastasının qapaqlarını açmağa kömək etmək. Daha sonra bağ və ya meşədə gilə meyvə yığmaq, toz silmək, işığı yandırmaq və ya söndürmək, yapışdırıcı lentin kənarını axtarmaq, kitabın səhifələrini çevirmək, qələmləri yonmaq, çəkilmiş şəkilləri silgi ilə silmək, bütün bunlar yəni uşaqlarda kiçik motorikanı həqiqətən də inkişaf etdirir. Qabların yuyulmasıdır, məsələn, uşaq paltarlarının yuyulmasına böyüklərə kömək etməkdir. Təhlükəsiz məişət əşyalarından istifadə edərək tərəvəz və meyvələri soymağı uşağa öyrətmək mümkündür. Yəni təbii ki, bütün bunlar nəzarət altında həyata keçirilir və bu fəaliyyət növləri 5 yaşdan yuxarı uşaqlar üçün uyğundur. Yaş yarım uşağa isə müxtəlif işlər təklif oluna bilər, bəzi tapşırıqlar alına bilər, bəziləri isə alınmaz. Adətən ciddi işlərin mənimsənilməsində uşaqlar çox inadcıl olurlar. Bu, deməli, kiçik motor bacarıqlarının inkişaf etdirilməsi üçün bizlərə təqdim olunan müəyyən nümunələr, vasitələr, yollardır. Böyük motor bacarıqlarının inkişaf etdirilməsi dedikdə isə burada bədənimizin əsas orqanlarının, əzələlərinin hərəkətləridir ki, əllər, ayaqlar, gövdə və boyun bu koordinasiya, çeviklik yerişidir təbii ki. Bu uşağın ümumi fiziki vəziyyətidir. Uşaqda böyük motorika doğuşdan inkişaf edir və biz bunu uşağı qarnı üstə qoyduğumuz zaman onu masaj və gimnastika hərəkətləri edərkən ilk addımları atmağa öyrədərkən və ona hündürlükdən tullanmaqdır, velosiped sürməkdir, topu atmaqdır. Bu kimi hərəkətləri öyrədərkən müşahidə edirik artıq və uşağın doğulduğu andan məktəbə gedənə qədər olan dövrü onun bütün təbiəti daim hərəkətə yönəlmişdir. Yəni inkişaf üçün uşaq hərəkət etməlidir. Hərəkət fəaliyyəti beynin müsbət fəaliyyətinin təminatıdır. Yəni ki, hərəkətli uşağın beyni də müsbət səmtə çox inkişaf etmiş olur. Böyük motorikanın inkişafına necə kömək etmək olar? Yəni bundan ötürü də müəyyən tövsiyələr verilir ki, açıq havada fəal gəzintilərdir, velosiped sürməkdir, topla oyundur, üzgüçülükdür. Təbii ki, üzgüçülüyün ancaq faydası var və uşaqlar hər hansı bir idman və ya rəqs növü haqqında sistemli biliklərə malik olmalıdırlar. Məktəbəqədər yaşlı uşaqlar üçün bu peşəkar bir səviyyə deyil təbii ki. Bu ilk növbədə uşağın xoşuna gəlməlidir. Mürəkkəb koordinasiyalı idman növlərində də bədii gimnastika, fiqurlu konki sürmə və akrobatika kimi növlərində bədənin müxtəlif hissələri müxtəlif hərəkətlər etdikdə beyin yaxşı inkişaf edir. Və
Və müəllimlər, burada bayaq qeyd etdim ki, əllər, ayaqlar, gövdə və boyun. Bir məsələni qeyd etmək istəyirəm ki, əllər dedikdə bu da böyük motorika hesab olunur. Sadəcə olaraq biz burada kiçik motorika dedikdə biz burada barmaq əzələlərindən söhbət gedir. Ümumi olaraq əl isə böyük motorika hesab olunur. Və düşünürəm ki, fiziki mədəniyyət məşğələsinin təşkili metodikası haqqında ətraflı məlumat verdim və burada deməli hansı formalardan, hansı üsullardan, hansı metodlardan istifadə olunur, bunlar barədə də ətraflı məlumat verdim. Kiçik motorika, böyük motorika necə inkişaf etdirilməlidir? Yəni bir müəllim olaraq biz bu tövsiyələrdən istifadə etməliyik və nümunəmizdə də qeyd olundu ki, planımız necə tərtib olunmalıdır, düzdür. Orada məktəbə hazırlıq qrupu üçün istifadə olunmuşdu. Amma müəyyən qədər yol göstərilib bizə, yəni digər qrup müəllimləri də bundan istifadə edə bilərlər. Uğurlar hər birinizə müəllimlər, hələlik.